Əleyhissalamla dostluğu möhkəmlədən amillərdən biri də maddi gəlir məsələsi. Yəni maddi gəlirlərlə imamla rabitə qurmaq. Məsələn, insan öz qazancının bir hissəsini imama məxsus eləyə bilər. Hədisdə buyurulur ki, imamın yolunda bir dirhəm xərcləmək digər yollarda 2 milyon dirhəm xərcləməkdən daha fəzilətlidir, daha üstün. Məsələn, insan eləyə bilər aylıq gəlirinin bir hissəsini imama məxsus eləsin. Hətta 1%. İnsan 1%-lə fəqir olmur. İnsan 1%-lə o zaman imamın xüsusi olaraq inayətini, diqqətini özünə cəlb eləyəcək. Düzdür ki, 1%-lə insan kasıb olmur. Amma imam görəcək ki, sən öz gücün miqdarında onun yolunda pul xərcləmək, maddi formada rabitə qurmaq, imamla dostluğu artıran amillər. İndi birdən kimsə imama məxsus olan pulu mənimsəyərsə necə? Məsələn, xums imamın malıdır. Birdən insan xumsunu verməzsə, imama məxsus olan pulu mənimsəyərsə, burada hansı dostluqdan söhbət gedə bilər? Yəni, əgər boynumuzda vacib olan maddi mövzu varsa, xums kimi, imama məxsusdursa, mütləqdir ki, bunu imamın yolunda verək. Xülasə, biz qazancımızın çox az bir miqdarını imamət yolunda xərcləməklə, İmam Zamanın yolunda xərcləməklə, İmam Zamanla rabitəmizi möhkəmləndirə bilərik, İmam Zaman əleyhissalamla dostluğumuzu qüvvətləndirək. Allah Teala bizi İmam Zaman əleyhissalamın dostlarından qərar versin. Esselamu aleykum və rahmetullahi və barakatuhu.